Sosial şəbəkələrdə yayılan məlumatlara görə bəzi çörəklərin qiymətində artım müşahidə olunur. Xüsusilə baton çörəklərinin əvvəlki qiymətlərlə müqayisədə daha baha satıldığı bildirilir. Baku TV səsləndirilən iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini araşdırıb. Baton çörəklərinin qiyməti 10 qəpik artıb. Əvvəllər 1 manat olan çörək indi 1 manat 10 qəpiyə satılır. Lakin zavod çörəklərinin qiymətində artım müşahidə olunmayıb. Alıcılardan biri belə deyib. Satıcılardan biri isə bildirib, qiymət artımı yoxdur, nə zavod, nə də baton çörəyində. İqtisadiyyat Nazirliyi yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, agentlik tərəfindən Bakı şəhəri və regionlarda əhalinin daha çox istehlak etdiyi dairəvi zavod çörəyi də daxil olmaqla 30-dan yuxarı çörək çeşidi üzrə monitorinqlər aparılıb. Aparılan monitorinqlər nəticəsində dairəvi zavod çörəyinin çəkisi və qiymətində, eləcə də digər çörək çeşidlərinin qiymətində hər hansı artım müşahidə edilməyib. Qiymət artımının rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq agentliyə təqdim edildiyi təqdirdə həmin məsələyə mahiyyəti üzrə baxıla bilər.